Səhər saat 6-dan yoldayım. 8 saat bugün gedəcəyik. 5 saatimiz qalıb, 3 saat getmiş. Bizə yaxşıyam. Rəqqasə Rəna Ağamuradova Türkiyəyə motosikletlə gedib. Rəqqasə 15 gündür bu yola çıxdığını, hələ də yolun davam etdiyini bildirib. Bakıdan Tiflisə getdim, oradan isə artıq motosikletdən istifadə etdim. 15 gündür yoldayam, 4500 kilometr yol getmişəm. Məqsədim sadəcə bu formada səyahətdir. Kapadokya, Alanya, Antalya, İzmir, Kuşadası və hələ nə qədər şəhərlər gəzdim. Yağış, külək, ekstrem yaşadım. Çox maraqlı səyahət oldu. Gələn il bu formada Avropanı gəzməyi düşünürəm.